Hər zaman hamiləlik paylaşırıq. Bu dəfə də qarın boşluğu orqanlarını qaraciyər paylaşırıq. Xanım pasiyentimizdir, 50 yaş üzəridir. Qaraciyər proyeksiyasında sağ epigastral nahiyədə ağrı şikayəti ilə daxil olub. Amma biz dediyimiz kimi qaraciyərdə ağrı reseptorları olmadığına görə ağrıyan orqan deyil. Böyük bir major nəsə patologiya olarsa ağrıyır. Bir də ki, ölçüləri böyüyürsə, diafragmanı sıxır. O nahiyədən əyləndə falan ağrı verə bilər. Xanımın ödü də götürülüb, postopdur. Burada qaraciyərdə santiarın böyümə var ölçüsündə. O səbəbdən ağrıya bilər. İlkin ağlımıza gələn oldu. Amma belə baxaq. Dərin nəfəs alın. Görürsünüz, qaraciyərdə hepatostatoz var, amma anı saxlayın. Aha. Amma üzərində hər hansı bir patoloji dəyişiklik yoxdur. Sadəcə piylənmədir. İntrahepatik damarlar falan